Gəncə şəhərini sarsıdan acı xəbər. Alüminium zavodunun direktoru Cəmil Cəfərov vəfat edib. Gəncə şəhərində hər kəsi dərin kədərə boğan ağır itki baş verib. Şəhərin tanınmış simalarından biri alüminium zavodunun direktoru Cəmil Cəfərov qəfil dünyasını dəyişib. Hadisə şəhər sakinləri arasında böyük təəssüf və sarsıntı yaradıb. Sfera Azın Qafqaz İnfoya istinadən verdiyi məlumata görə, mərhum yaşadığı binanın qarşısında şəxsi avtomobilində ölü halda aşkarlanıb. Ətrafdakı sakinlər və yaxınları bu xəbəri eşidən kimi hadisə yerinə toplaşıb, böyük narahatlıq və həyəcan yaşanıb. İlkin məlumatlara əsasən Cəmil Səfərovun ölümünə ürək çatışmamazlığı səbəb olub. Onun qəfil və gözlənilməz vəfatı həm ailəsi, həm də iş yoldaşları üçün ağır zərbə olub. Uzun illər sənaye sahəsində fəaliyyət göstərən, peşəkarlığı və məsuliyyəti ilə seçilən direktorun itkisi şəhərin ictimai həyatında da böyük boşluq yaradıb. Hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verilir. Allah rəhmət eləsin.